Başlayıram 16-dan üzü aşağı. Kimin harda nə səhv varsa, zəhmət olmasa soruşsun. 16-ya baxaq. Bizdə dostlar, mən rəy bölməsini görə bilmirəm. Kimsə nəsə yazsa mənə deyin də ki, baxım ona da. Okay, 16. 16 qrammatik test deyil. Bax, diqqətlə baxın. Logicaldır, yəni məntiqi testdir uşaqlar. Tərcümə uyğun yazmaq lazımdır. Bax deyir, mən ona asardım, yəni qulaq asmağı sevərdim. Used to bilirsiniz də nəyi göstərir? Keçmişdə olan hadisələri, amma indi olmayan. Yəni used to birdən də gələr qabağınıza da çıxar, şey kimi, necə deyirlər, zaman kimi. Yəni used to keçmiş hərəkətləri göstərir, amma indi olmayan. Deyir ki, mən ona qulaq asmağı sevərdim. Baxmayaraq ki, uşaqlar, even though verdimsə, burada bir negativlik olmalıdır. Məsələn, elə A variantı mənə burada cəlbedici gəlir. A-nı götürə bilərəm. Desəz niyə görə? Çünki uşaqlar, bir dənə fikir verin, biraz da böyüdüm bunu. Rahat görün mən. Bax, fikir verin, burada yazıb ki, o mənlə danışmasa belə, yəni baxmayaraq ki, o mənlə danışmaq istəmirdi, amma mən ona qulaq asmağı sevirdim, xoşlayırdım. Yəni, məncə A məntiqlidir. A-nı götürürəm. Yenə deyirəm, amma burada qrammatika bir rol oynamır. Bu sırf tərcümə testidir. B-ni çıxıram, niyə görə? B-də deyir ki, bizim daha doğrusu qulaq asmaq üçün radiomuz yox idi. Yəni, bu əlaqəsizdir, elə deyil. Yəni, radiomuz yox idi qulaq asmaq üçün. Mən burada konkret bir insana qulaq asmaqdan söhbət gedir. Yəni, bir dostuma və yaxud da hər hansı bir insana bu formada. Hə, bu belə. Ona görə B-ni oradan silirəm, gedir. Sonra uşaqlar, C variantı. C-də yazıb ki, o mənim yaxşı dostumdur. Yəni, mən ona qulaq asmağı sevərdim, baxmayaraq ki, o mənim yaxşı dostumdur. Bax, C-də də problem var. Niyə görə? Dediyim kimi, even though-ya görə burada biraz neqativlik olmalıdır. Çünki o şeyi göstərir də, nə deyirlər orada təzadlığı, elə deyil. Əvvəlində müsbətlik varsa, biraz mənfilik qoymalıyam ki, o even though ilə nə eləsin? Uyğunlaşsın. Sonra baxıram D variantına, onun səsindən uzaq qalmaq istəyirdim. Uzaq qalmaq istəyirəmsə, niyə görə qulaq asım? D-də məntiqən düz gəlmədi. Bunları sildiz. Uşaqlar, uzaq qalmaq burada far away-dir. Baxın. I try to be far away. Try-dakı cəhd eləməkdir. Elə deyil, cəhd eləyirdim ki, onun səsindən uzaq qalım. Y-də də uşaqlar, dumb sözü bir axmaq mənası var ingilis dilində. Yəni, belə deyək də, baş çatmayan anlamında. Bir də uşaqlar, bunun lal mənası var. İndi hər iki halda yenə də düz gəlmir. Yəni, necə deyirlər, bir səfeh mənasında da düz götürmək olmaz. Ümumiyyətlə din belə, o sizə bir dəfə demişdim, təhqiramiz ifadələri, variantları çox da götürmür. Həm də lal kimi də düz gəlmir də. Yəni o uşaqlıqdan laldısa, mən onu necə qulaq asa bilərəm? Yəni danışma əngəllidirsə, o səsini necə eşitmək olar? Ona görə Y-ni də çıxırıq burdan. Doğru cavabımız qalır. Ən belə məntiqlisi A. Baxmayaraq ki, o mənlə danışmırdı, danışmaq istəmirdi və yaxud da mən onun səsinə qulaq asmağı sevirdim. Yəni onun səsinə qulaq asardım sevə-sevə. Bu formül. Bu 16. Sonra 17-də var problem. Bu aydındırsa əgər. 17 düzdür hamıda. Lalə. Hə, tamam. Uşaqlar, deməli 16-da qaranlıq məqam qalmadı. Keçirəm 17-yə. Sual olan varsa desin, yəni səsini yandırsın, yəni soruşsun. Problem deyil. İndi 17-ni izah eləyim. Kimdə yenə deyirəm, nə problemi olursa soruşmalı məqam səsinizi açıb soruşun. 17. Bəzi feillər var dostlar, özündən sonra sözünü götürmür. Bu konkret biraz əzbər məsələsidir. Onları mən yadımdadır, qrupunuza atacağam, bəli. Onlardan biridir. Amma indi məsələ orasındadır ki, mən sizə bir dəfə bunu da demişdim də, qoy Word-ə açım, yazım, təkrar olsun, həm də yadınıza düşsün. Birdən də qəbulu gəlib düşdü elə. Məsələ orasındadır uşaqlar. Vizitin ikili xüsusiyyəti var. Vizit həm isim ola bilər, vizit. Həm də nə ola bilir? Feil ola bilir. Elə deyil. Burada məsələ odur ki, feil kimi sözünü götürmür. Amma isim kimi götürür.
Və məndən tələbə soruşur, müəllim, mən hardan bilim bu feildir, ya bu məsələn tutaq ki, bu isimdir, ya bu sifətdir. Onu hardan biləcəm? Uşaqlar, yazıram bura I, bax diqqətlə baxın. Visited, bax diqqətli olun. Təbii ki, mübtədadan sonra gəldisə, demək bu xəbərdir. İdi qoşmuşamsa yenə xəbərdir, yəni feildir. Deməli, belə olan halda bunun qabağı boş qalmalıdır. Sözünü verə bilmərəm. I visited, məsələn, ə, nə yazaq bura? Kanada. Mən Kanadaya baş çəkdim, səyahət elədim. Last year, məsələn, keçən illəri getdim. Amma bir də var deyirəm ki, mənim Kanadaya səyahətim. My visit. Hə, burada hardan bilirəm bu isimdir? Uşaqlar, my necə əvəzli sayılır? Kim deyər? Nə əvəzlidir my? Yəli. Yəli əvəzi də özündən sonra nə tələb eləyir? İsim. Sən üzü bilirsən ki, buradakı visit isimdir. Və sən deyə bilərsən ki, bəli müəllim, belə olan halda isə özündən sonra to gətirə bilir. My visit to Canada. Canada was, məsələn, nə yazaq bura? Was perfect, möhtəşəm. Məsələn, mənim Kanadaya səyahətim möhtəşəm idi. Bax, bu məqamları fərqləndirmək lazımdır. Məsələn, vizitli bir dənə də feil yazıram nümunə olaraq. Məsələn, answer feili, cavab vermək. Və mən yazıram ki, I. Burada bu feildir, yoxsa isimdir? Feildir. İdi qəbul edib, mübtədadan sonra gəldi. Deməli, bu şeyli, sözünsüz olmalıdır. I answered all the questions, all the questions of teacher. All the teacher, of teacher. Çox uzatmayaq, of teacher. Mən müəllimin bütün suallarına cavab verdim. Bir də uşaqlar deyirəm ki, mənim suallara olan cavabım doğruydu. My answer. Bu burada nə olur bu? My answer. İsim yenə. Elə deyil. Hə, burada sözünü qoya bilirsən. To all the questions was correct. Correct. Baxın. Mənim suallara olan cavabım doğru idi. Yəni uşaqlar, bəzi feillər var, bir daha deyirəm. Visit və yaxud da answer kimi özündən sonra sözünü götürmür. Nə vaxt? Feil olanda. Amma to sözünüsü gəlir. Nə vaxt? İsim olanda. Yaxşı. Bu kimi feilləri atacam qrupa, qəşəng onu əzbərləyirsiniz. Sözüm aydındır hamıya. Problem yoxdur. Bir də uşaqlar, orada əlavə olaraq da nə var? Talk ifadəsi var, danışmaq. Talk-u da yadda saxlayın. Bir var talk to ifadəsi. Bir var talk about ifadəsi. Talk about. Talk to ifadəsi kimlənsə danışanda. Talk to somebody. Məsələn, somebody. Amma talk about something. Nədənsə danışanda. Məsələn, gələcəyim haqqında danışıram. Bax, görürsün, nəsə olanda. Amma insandan danışanda talk to, məsələn, yazıram Kate. Özündən sonra insan gələndə to-la verirəm, cansız gələndə about-la verirəm. Yaxşı, speak-ə də aiddir bu. Speak to istifadə edirlər. Çünki baxın, danışmaq kimə? İstiqamət var da orada, söhbət eləmək. Kimə? Kimə deyirsən, kimə danışırsan? O istiqamət olduğuna görə onu to-la verirsiniz. Belə, indi qayıdıram testə. Bax, fikir verin. Vizitin qabağını okey, boş saxladım. D-ni atıram, B-ni atıram. Talk nə olacaq onda uşaqlar? About olar da. Nədən danışır burada? Planlar haqqında. Çünki insan gəlmədi. A-nı da atıram. Sonra C-ni də atıram. Talk of ümumiyyətlə yoxdur. Qalır Y variantı. Bir ki, gələcək üçün planları haqqında nə elədi? Danışdı. Aydındır fikrim, uşaqlar. Okey. Sonra 18 varmı? Uşaqlar, bunlar hamısı qəbul suallarıdır. Yəni, illərlə qəbula düşmüş suallardır. 18-də var problem. Səsiniz qarışdı. Dünya nəsə deyir. 19. Bir də bir nəfər nəsə deyirdi, o da desin. Hə, B-də nəsə. Deyərəm belə. Uşaqlar, 18-də B-də səhv olan bilirsiniz nədir? No ifadəsi. Yadda saxlayın ki, no özündən sonra
əvəzlik, hər hansı bir artikel və s. götürmürsünüz. Yaxşı? Və unutmayın bunu. Bir də mən A-nı da İndi no-ya gələcəm, no qalsın. A variantı, tutaq ki, bunu düz yazan tələbələr mənə cavab versin. A nəyə görə səhvdir? Nəyə görə çıxmısı A-nı? Bəli. Bunu əzbərinizə saxlayın uşaqlar. İnkar cümlə. Və bu DIM-in çox istifadə etdiyi qaydadır və tələbələr də təbii ki, yenə də çaşırlar o hissədə. Əgər görsəniz, sizə don't veriblər, doesn't veriblər inkar versiyada, didn't veriblər. Uşaqlar, bunlardan sonra mütləq feil gəlir. Və ən sadə, yəni belə deyək də, bunu düz yazmağın yolu. Don't, doesn't və didn't. Bu üçündən sonra mütləq feil gəlməlidir. Dəyişməz qaydadır. Bax, gəlirəm testə baxıram. Don't-dan sonra burada feil var. Nə gəlir? Əvəzlik deyir. Demək, A düz deyil. Sonra dostumuzun soruşduğu no məsələsi. No-nu artıq bir mənalı yadda saxlayırsınız. No, uşaqlar, özündən sonra heç nəsiz isim istəyir. Yəni, no car. Göz article yoxdur, əvəzlik yoxdur. No cars. Belə ola bilər. Və yaxud da, məsələn, no information sayıl mənisində gələ bilər. Information. İndi sizə bir dənə sualım var. Bunu keçən dərs dedim. Boşlananlar xatırlamalıdır. Bəs istisna halda no-dan sonra hansı əvəzliyi götürmək olar? İstisna halda. Bəli, bu istisnasıdır. Uşaqlar, hər dilin öz istisnası var. Deyəcəksiniz ki, müəllim, deyirsiniz ki, no-dan sonra məsələn əvəzlik gəlmir, artikel gəlmir, amma A-dır, mor yazırsınız. Bunlar yenə deyirəm, istisna məqamlardır, yəni ulduzlu versiyalar. Necə ki, abituriyent vaxtı Azərbaycan dilində məsələn, müəllim en qədər danışır, bu, axırda deyir ki, hə, belə olanda belə də ola bilər. Yəni, bu da no-nun istisnasıdır ki, deyəsən, bu testin içində var elə. Yəni, görsən ki, məcbur nəsə qoymalısan, oje ya A-dır ola bilər, ya da mor ola bilər. Yadda saxlayın. Başqa da ki, heç nə ola bilməz. Məsələn, amma sizin testinizdə burada nə yazıb? No any. Bax, görə bilirsiniz. Any olmaz gəlsin. D-də problem isimlərin artiklı yoxdur. Car və house. 7-də problem 2 dənə inkar var yanaşı. Couldn't və no. Qalır C variantı. Hardly onsuz bilirsiniz ki, cümləni nəyə çevirir hardly? İnkara çevirir və zaten ikinci bir inkar da götürmür. Yaxşı. Okey. 19-a gəldim. Uşaqlar, 19 çox yaxın vaxtın qəbuludur. 2023-ün. Burada demək istəyir ki, digərləri ilə yola getməyən söz. Digərləri ilə yola getməyən söz nə deməkdir? Bu əslində məntiqdə də var. Bilmirəm işləmisiniz ya yox. Məsələn, şey olaraq da, məna olaraq uyğunlaşmayan söz. Bax, A variantını kim deyə tərcüməsi nə deməkdir? Yox, iynə vurmaq. Elə deyil, neksiya. B variantı nə deməkdir? Dərman, tip, iki cür gedə bilər. Disease nədir? C variantı. Həs. Hı -hı. Səsim, indi eşidir səsim. Hı, yaxşı, yaxşı. Mən əslində soruşdum sözləri. Surgery, bəs uşaqlar, bu da əməliyyatdır. Özüm soruşuram ki, sıxıcı olmasın da, şey eləməyin. Bəzən bir də görsən ki, dərsinin qabağında şey eləyir uşaqlar. Telefon qarşısında qalırlar, yatıb qalırlar. Surgery nə olur? Əməliyyat. Uşaqlar, bunların arasında qalır şey, bir dənə fərqlənən burglar. Burglary nə deməkdir? Oğurluq. Yadınızda saxlayın. Burglar. 4-ü deməli aid oldu tibbə, tibblə bağlı ifadədir. O birisi isə olur, burglary olur oğurluq. Ona görə də D variantı olur bizim cavabımız. 20-də problemi olan varmı? Uşaqlar, 23 üçün bağlayıcılardan bəzilərini yazıram. Siz də istəyirsiniz yazın, ya buradan şəklini çəkib SS edib götürün. Dostlar, bir neçə dənə bağlayıcı var, eyni mənanı verən, amma yerinə görə dəyişir istifadəsi. Birincisi despite bağlayıcısı. In ikinci olur. In spite olur. Sonra bunların bir növ
qardaşı yoxdur, əmsi oğlu olan. Yəni tam eyni deyil, amma sinonimdirlər. Məna baxımından. Even though və also. Uşaqlar, bu 5-i də məna olaraq baxmayaraq ki deməkdir. Rənglərini fərqli eləyəcəm. Saraltdığım ikisi bir-birinin tam sinonimidir. Diqqətlə baxın. Despite, in spite of, though, also və even though. 5-inin də mənası nə oldu? Baxmayaraq. Bu bayaq da var idi, təzad yaradılır. Amma despite and in spite of tam sinonimdir. Bir-birini hər yerdə əvəz eləyər. Though, even though, also da tam sinonimdir. Üçü də bir-birini hər yerdə əvəz eləyir. Bəs bunlar arasında fərq nədir? Uşaqlar, fərq odur ki, despite, in spite of özündən sonra istəyir söz və yaxud da söz birləşməsi. Söz və yaxud da söz birləşməsi. Bilirsiniz də, söz deyəndə nəyə nəzər tutur? Məsələn, yağış. Yağışa baxmayaraq dərsə gəldim. Ya da yağışa baxmayaraq imtahana getdim. Məsələn, birləşməsi. Amma though, even though, alsodan sonra gəlir cümlə. Bu da bir qrammatik qaydadır da, yəni bunları fərqləndirən versiyadır. Yəni cümlə bilirsiniz uşaqlar, cümlə nəyi olur? Mübtədası xəbəri olur. Məsələn, nə götürək cümlə kimi? Elə bayaqki ifadəmiz. O mənlə danışmasına baxmayaraq, danışmamağına baxmayaraq tutaq ki, mən ona qulaq asmaq xoşlayırdım. İndi gəlin bunları bir şey kimi göstərim cümlə üzərində, daha rahat olsun sizə. Məsələn, bax fikir verin, yazıram. Despite the rain. Yağışa baxmayaraq, I getdim. Məsələn, I went to school. Məktəbə getdim. Uşaqlar, fikir verin. Despite-dan sonra nə gəldi burada? Söz. Görə bilirsiniz. Despite-in yerinə həm də başqa nə yaza bilərəm? In spite of yazmaq. Amma though, even though, also nə eləmək olar uşaqlar? Yazmaq olmaz. Çünki məna olaraq eyni olsalar belə, qrammatik baxımdan söz gəlmir. Onlardan sonra cümlə gəlməlidir. Məsələn, desəz, bəs müəllim, bunu necə dəyişərsiniz? Belə dəyişərəm. İndi mən birini yazıram, amma üçü də bir-birinin sinonimidir. Gedərlər bura. Though it rained a lot. Bax, fikir verin bir dənə. Üzü bunu cümlə elədim. Bax, fikir verirsiniz. Mübtəda, xəbər, bir dənə də özümdən əlavə edirəm zərf bura. Baxmayaraq ki, çox yağış yağdı. I went to school. Fikir verin uşaqlar. İndi burada gətirib despite yaza bilməzsən. Ya though yazaram, ya even though yazaram, ya da also yazaram. Bura qədər fikrim aydındır hamıya. Bax, kimin sualı var, versin yerini. Hamıya aydındır. Problem yoxdur. Okey, səs gəlmiş, sonra da aydın. Bir də uşaqlar, çünki mənasında var because-un sinonimləri. Onları da yazmaq istəyirəm. Elə yeri gəlmişkən yazım. Canım qurtarsın bunlar. Because var. Bunun sinonimləri başqa nə var? Kim deyər? Yadında qalan tələbələrdən. As var, bəli. Başqa? Siz. İndi o da var. Əslində gəlin onu da yazaq, yaxşı. Because of da yazıram. Bir də uşaqlar biri də var. Because of və due to. Due to daha akademik versiyadır. Essələrinizdə verə bilərsiniz. Yəni çünki səbəbi ilə anlamını verir. Bax, 5-i də sinonimdir məna olaraq. Amma yenə uşaqlar bu üçü bir qardaşdır. Bir-birini tam əvəz eləyirlər. Bu ikisi də bir qardaşdır. Bir-birini tam əvəz eləyir. Yenə də məsələ nədir? As, because, since. Bunlardan sonra nə gəlir? Cümlə. Due to, because of-dan sonra nə gəlir? Söz və yaxud da nə gəlməlidir? Söz deyil. Bəli. Bir də uşaqlar, because yadda saxlayın, cümlənin əvvəlində verməyin. Cümlənin əvvəlində verilməz. Because daha çox cümlənin ortasında olur. As-lə since-də isə problem yoxdur. Hər yerdə gələ bilər.
Bunu da SS edin zəhmət olmasa. Bu testdə yox idi, sadəcə bunu özüm əlavə dedim. İndi hardasa çıxacaq da qabağınıza onsuz. Bir dənə gözləyim. Mən balacalaşdırım bunu. Gözəl. Biraz da balacalaşdırım. Sizdə telefonda da hər halda. Bir də bunları yığın. Hə, olar. Bunu da belə. Hə, götür. Hı -hı. Yox, o indiki bitmiş zaman gələndə sinsin mənası bəri olur. Düzü sins orada çünki mənasını vermir. Deməli, sinsin o indiki bitmiş zaman versiyasında ki, artıq orada nə olur? Bəri mənasında. Elə bunu fərqləndirən də odur. Məsələn, tələbələr məndən soruşurlar, nə ki, soruşmağın yaxşı oldu. Məsələn, deyir müəllim, mən hardan bilim? Since burada bəri gedir, ya çünki gedir. Uşaqlar, əgər indiki bitmiş zaman varsa, o ya da keçmiş bitmiş də ola bilər, indi problem yoxdur. Since orada bəri mənasındadır. Amma görsəz ki, nə bilim, gələcək zaman, indiki zaman falan varsa, yaxud da 2 dənə keçmiş zaman varsa, yəni bitmiş zaman yoxdursa, since orada yəni böyük ehtimal çünki mənasına tərcümə olunur. Bir də adama faydalı da olur uşaqlar. Çünki since bəzi məqamlarda çünki mənasını tərcümə edəndə cümlənin tamamilə mənası dəyişir. Məsələn, bir dəfə dində qəbula düşmüşdüm. Hamı sinsi bəri mənası tərcümə eləmişdi və o mətni false yazmışdılar. Bəri mənasına tərcümə edəndə false çıxır həqiqətən də. Amma orada bəri mənasına getmirdi. Niyə görə? Çünki bitmiş zaman yox idi. Bitmiş olmadığına görə də gərək çünki kimi tərcümə eləyərdilər. Çünki kimi tərcümə eləyəndə true olurdu cavab. Yəni ona görə biraz bu nüanslarda diqqətli olmaq lazımdır. Görüm bu mətn tapsam gələn dəfə ataram, elə işləyərsiniz onu. Xoşdur. İndi uşaqlar gəlirəm testin özünə. Bax testdə bir dənə fikir verin, vergülə qədər. Bir yerdə analiz eləyək. Bu da cümlə var, belə deyil. My nephew is a clever people. Bax mübtədası da var bunun. İsmi xəbəri də var. Elə deyil, ağıllı şagirddir. Sən deməli birbaşa despite atırsan. Despite-dan sonra nə gəlməz? Cümlə gəlməz. Getdi. İndi demək istəyir ki, ağıllı şagirddir, amma bura yazıb ki, bəzən səfeh səhvlər eləyir. Yəni mənası səhvlər eləyir. Demək təzad da var uşaqlar. Baxmayaraq ki, ağıllı şagirddir, nə eləyir? Bəzən mənası səhvlər. Demək deyini götürərəm burada. If əgər deməkdir. Mənası düz gəlmir. Əzi yazdıq. Ya çünki mənası var, ya görə mənası var, ya da kimi mənası var. Burada heç bir düz gəlməz. So that də belə ki deməkdir. Ya da elə ki. C-ni də atırıq, qalır D variantı. Okey. Yəni əslində burada tələbələrin çoxu A-la D arasında qalır zaten, baxmayaraq ki anlamında. Siz fərqi bildiniz ki, cümlə olanda nə qoyuruq? Although, though, even though. Birləşmə olanda və yaxud da söz olanda qoyuruq. Despite, qoyuruq in spite of. Bir də uşaqlar, despite-dan sonra heç vaxt of olmaz, yadda saxlayın. Despite olan hissə, uşaqlar, despite of. Adamın dilinə yatır və bəzən variantda gətirib yazırlar. Amma despite of, yəni istifadə olunmur. Və yadınızda qalsın. Yaxşı. Sonra, növbəti, olar hə. Tamam, boşdur. Sonra uşaqlar. Uşaqlar, ora qədər yoxdur. Bu 22-də nəsə 22 ürəyimdə qaldı. Məsələn, before e, bilirsiniz də, before bağlayıcıdır uşaqlar. Bu qəbula düz 2 dəfə düşüb. Eyni sual. İlini xatırlamaya bilərəm, amma düz 2 dəfə düşüb bu sual. Before yadda saxlayırsınız. Ən rahat bağlayıcıdır. Yəni before'dan sonra şey olmaz. Nə deyirlər onu? Bitmiş zaman olmaz, getdi. Before'dan sonra would olmaz, getdi. Before'dan sonra bitmiş olmaz, getdi.
Y-də də uzlaşma ödəmədi uşaqlar. Qalır C variantı. 23. 23 tipli testlərdə biz nə demişdik? Dedik ki, want to know-dan sonra gəlin istəyirsə onunla yazım. Deməli, 4 dənə bizdə fail var, əsas fail. Elə deyil. Want to know, ask, wonder var. Uşaqlar, bir də tell var. Ask-la tell əslində bir-birinə bənzəyir. V da bu W, V demək, W deyil. W-dan da yadda saxlayın, bu want to know, wonder. Bunlardan sonra uşaqlar, that bağlayıcısı gəlmir dostlar. Və bunu da belə yadda saxlayırsınız. That bağlayıcısını götürə bilmirəm. Üstündə xətləyək. Yəni, bağlayıcı that bunlardan sonra gəlmir. Yadınızda qalsın. İndi, məsələ nədir? That burada D-də var, çıxdı. Bir də əlavə mən sizə bilirsiniz nə deyim? Bu test və bu cümlə nəqli cümlədir, elə deyil. Razısınız, nəqli cümlədir. Bu yoxsa nədir bu? Nəqlidir. Uşaqlar, nəqli cümlədə biz nə demişdik? Variantlardan sual götürmürük. O cümlə fikirləşin nəqli cümlədir, yəni sual cümləsi deyil. Sən niyə görə variantda sual götürəsən? Mən sizə deyirəm də, suala çevirmə, daha doğrusu demişdim. Suala çevirmə nədir? Bax, köməkçi feilin mübtədadan önə keçməsidir, elə deyil. O was da ola bilər köməkçi feil, were da ola bilər. O köməkçi feil do da ola bilər, does da ola bilər, have, has da ola bilər, nə bilim, must da ola bilər, can da ola bilər və s. Yəni, suala çevirmə deyəndə ağlınıza bir dənə məqam gəlsin ki, cümlənin köməkçi feilinin mübtədadan öndə olması. Bax, B-də o elədir. Was keçib əvvələ. Bəli, bəli. Y-də elədir uşaqlar. Has keçib he-dən əvvələ. C-də də does keçib Tony-dən əvvəl. Qalır A variantı. D-də də that var. Düzdür. Bunu olur. Məsələn, bax, fikir verin. Aşağı yuxarı xoşdur. Bax, eyni qaydalardır. Bax, sizlə gör nə vaxtdan bəzilərinizdən qoşuluruq. Sentyabr, oktyabr ayından bir yerdə indiyə qədər. Yeni qoşulanlar da var aranızda, o heç. Amma fikir versəz uşaqlar, aşağı yuxarı hər dərs bu eyni qaydalardır. Sözümün canı birsinədir. Bunları bir dəfə əzbərləyin, canınız dincəlsin. Bax, dəyişən bir şey yoxdur. Bax, qəbul da bunlar düşür. Bax, özünüz gördünüz də. Bax, 2 dəfə girmisiniz qəbul şey. Birini normal girdiniz, o birisini indi su ilə, leysanla da onu qoyuram kənara. Amma yenə kitabça əlinizdədir də. Məsələn, açıb bir qəbulunuza baxın, görəcəksiniz yenə həmin şeydir. Bax bu. 25. Dəyişməyən şeylərdir. Bax, eyni tiplər. Yenə elə düşəcək qrammatika. Sözümün canı nəyə gətirmək istəyirəm? Başınızı ağrıtmaq istəmirəm. Məsələ odur ki, yəni bunları bir dəfə əzbərləyin qəşəng, bu yazdıqlarınızı. Ondan sonra bu qrammatikada da səhviniz olmasın da, yəni olmayacaq da düşünürəm. Çünki bundan o yanası yoxdur. Bax, eyni əvəzlik eyni şeydir, zaman eyni məsələlər, nə bilim, qısa cavablar eyni məsələ, inkar cümlə qaydası bir dənə olan odur, onları əzbərləyirsən, bax belə. Yəni onu deməyim odur, qeydləri bir dəfə mükəmməl öyrənin. Bunu mən əvvəldən sizə deyirəm. İnformatika deyil ki, bu, məsələn, saatlarını, günlərini həsr eləyəsən. Bir gün sizə bəsdir bu qeydləri öyrənməyə. Bir gün qəşəng oturun, bunu əzbərləyin, beyninizə yeridin. Özdə az qaldı, gələn həftə imtahanınız düşür. Ondan sonra da probleminiz qalmasın. 24-də baxaq. Uşaqlar, 24-də əvəzliklərdir. Burada baxın, stories cəmdədir, elə deyil. Mən detektivə baxmıram, amma mənim üçün lazım olan bu desin dünya sənsə isim. Elə deyil. Bu ismə mən olaq. Mənim isimim də S-dən bilirəm ki, cəmdədir. Elə deyil, pluraldır uşaqlar. Cəm ismi ənlə vermək olmaz. Ən özü bilirsiniz ki, artikeldir da, elə deyilmi? Tək isim istəyir, sayılan tək, 2-ni atdım. Bir də uşaqlar, mən 5-i ataram. Sizə o keçən dəfə də dedim, sona S-lə bitən əvəzliklər ki var, onlar isim götürmürlər. Elə bilin ki, o S-i qəbul edib, özləri ilə o ismi də özlərində ehtiva edir. Bax, bu others'dır, the others'dır, sonra nə bilim,
müstəqil yiyəli əvəzləri var, first məsələn. O görsən sonunda S var deyə isim götürmür. Yəni əvəzlilər ki, S qəbul elədi, onlardan sonra çalışın isim qoymayın. Amma burada görürəm ki, stories var, hekayələr. 5-i də çıxıram burdan. 2-5-i də atandan sonra uşaqlar. Qalıram ya C-ni götürüm, ya Y-ni götürüm. İndi baxaq. Some other stories. Okay, götürmək olar. Some more stories də götürə bilərsən. Adi versiyada some stories də deyə bilərsən. Yəni bura heç nə yazmasan da olar. Elə deyil. Yəni ölüm itim deyil ki, ancaq yerə other more yazaq. Yəni yazmaya da bilərik. Ona görə 1, 4, 3 C variantını götürürəm. Aydın fikrim. 25-ə baxaq uşaqlar bir də. Səhv yazan var aranızda? Bax, sizin qəbula da elə desəm buna bənzər düşmüşdü. Bir dənə şəklinə baxdım, görüm. Mənə kim şəklini atmışdı, mən tapdım. Sizdə uşaqlar, bəli, bax, nurlu versiya var idi. Sizdə də. Nurlu versiya. Bax, siz indi onlayndasınız da, o qrupa atım onu. Və onu bir də üzərindən müzakirə də eləyək. Bu testdə də baxaq. Dostlar, qruplarınıza göndərdim. Bir dənə baxın. 25-ə də baxacam, buna da baxaq. Məsələn, bax, fikir verin orada. Mən birinci baxan kimi nəyə çıxmalıyam? 5-i. Elə deyil. Çünki to-la inkara cavabı vermirik. Elə deyilmi? O fikir verin. To-la heç vaxt inkar cümlə cavab vermək olmaz. 4 niyə görə səhvdir bəs? 5-i çıxdım, okey. Bəs 4-də problem nədir? Yox, 4 25-i demirəm uşaqlar. Qrupunuza atdığımı deyirəm. Bəli. Baxın, uşaqlar, qısa cavablarda heç vaxt eyzəni cümlənin əvvəlində verməyin və yadda saxlayın. Eyzə ki var, bu. Qısa cavablarda, bu tipli testlərdə gördünüz veriblər. Bu həmçinin cümlənin harasında gəlir? Sonunda və həmin cümlə nədə olmalıdır mütləq? İnkar. Bəli, eyzəni götürmək üçün eyzə cümlənin sonunda olur və o cümlə inkarda olmalıdır. Amma uşaqlar, nor və neyzəyə aid deyil bu qayda. Çünki norla neyzə zaten özü nə bildirir? İnkarlıq bildirir. Ona görə ikinci inkar götürmür. Bir də norla neyzə cümlənin əvvəlində gəlir gördüyünüz kimi və özündən sonra köməkçi feil, sonra mübtəda gəlir. Və bunu da unutmayın. Bu belə. İndi gəlin 25-ə baxaq. Bu sizin qəbul idi. Qəbulunuza düşən sual. İndi 25-ə baxırıq. 25-də uşaqlar, yenə bax, B-ni atıram. Çünki so deyir, mənə təsdiq cümlə lazımdır. Yəni, sonu inkara yazmaq olmaz. To-nu da çıxıram, Y getdi. Also-nu da çıxıram, D getdi. Çünki also təsdiq istəyir. A-la C arasında qalanda uşaqlar, bu hansı zamandadır? İndiki. Elə deyil. İndiki zamanda didlə verə bilmərəm. Qalır hansı variant? Cəm. Sor uşaqlar. 27. Deməli, uşaqlar, 27-də ekvivalent söz nə deməkdir? Ekvivalent, yəni bərabərdir. Yəni, eyni mənanı ifadə eləyəndə o anlamda istifadə olunur. Hə, demək istəyir ki, aşağıdakı cümləyə bərabər məna ifadə eləyən cümlələr götür. Yox da eyni mənanı verən cümlələr götür. Bu əvvəllər daha çox düşürdü. 2000 hardasa 21-lərə qədər 21 daxil olmaqla. Ondan sonra belə testlər çox da görməmişəm. Əvvəlki illərin qəbullarında bu. Sadəcə uşaqlar, məsələ nədir burada?
Gəlin birinci cümləni tərcümə eləyək. He has to revise all the rules before the exam. O imtahandan əvvəl bütün qaydaları nə eləməlidir? Təkrar etməlidir. Elə deyil, malı məli. Mən burada konkret çıxıram birinci dördü. Desəz niyə görə? Burada nə uyğunlaşması yoxdur? Bəli, zaman. Yəni, özüm sizə şans tanıyıram ki, bunu seçək də. Has to indiki zamandır, could keçmiş. Bunu atdınız. Uşaqlar, 1, 2, 3 arasında qalanda 3-ü də çıxıram, niyə görə? Burada fikir versəz, bir məcburilik var. Malı məli. Deyir ki, o imtahandan əvvəl qaydaları nə eləməli? Təkrarlamalıdır. Uşaqlar, 3-də o malı məli yoxdur. Peki, qaralandıya 3-də onu silin. 3-də sadəcə deyir ki, bütün qaydalar imtahandan əvvəl are revised. Nə demək? Təkrarlanır. Yəni, adi bildiyin indiki zamanın məhsuludur. 3-ü də çıxıram. Bunun uşaqlar o malı məlini verən, buradakı bu to be-lər var ya, have got to be, are to be. Və bunlar biraz keçmiş qaydalardır, amma yadınızda qalsın. Modalın ki, has to, have to-dur, bunları məhsula çevirirlər. Bax, orada to be ilə, bax, bu ifadələri götürə bilirsiniz və o malı məli anlamını verir ora. Yəni, bütün qaydalar imtahandan əvvəl təkrar edilməlidir. O malı məli burada yarandı. Bütün qaydalar imtahandan əvvəl yenə təkrar edilməlidir 2-də də. Ona görə 1-2 doğru cavabımız ola bilər. Və bir daha təkrarlayıram. 4 rahatdır. Zaman uzlaşması yoxdur. Could, keçmişdir. Həzdə indiki. Aralarında uzlaşma yoxdur. 3-də isə o malı məli yaranmır. 3-də deyir ki, təkrar edilir. İndiki sadənin məhsuludur. Amma 1 ilə 2-dəki bu to be-lər var. Bunlar orada malı məlini yaradırlar. Are to be, have got to be. Bax belə. Ona görə 1-2-ni götürmək olar. Bunu başa düşsə də belə yadda saxlayın. Başa düşməsəz də mexaniki əzbərləyin ki, bu to be-lər ki var, have to, has to-da o malı məlini yarada bilir. Və ona görə uyğun 1-2 götürürük. Amma 3-dən 4-də rahat çıxmaq olur uşaqlar. İndi sizə variantla düşür də. Yəni 3 məna uyğunluğu da vermir. Tərcümə eləyəndə görürsən ki, o malı məli yaranmadı. 4-də də yenə deyirəm, zaman yox. Düz deyil. Bir də sizə bunu da yazım istəyirsiniz. Bilmirəm, bəlkə də əlavə məlumatdır, amma yenə də yazıram. Uşaqlar, have to elə bərabərdir. Bununla əvvəllər deyirdim uşaqlara. Onda qrammatika çox düşürdü. Have got to. Yəni demək olar ki, eyni mənaya, malı məli anlamına gəlir. Elə bir have to-nun sinonimidir bu. Biraz slangdır, amma yenə də yadınızda qalsın. Sor uşaqlar, neçə baxaq. Uşaqlar, 29-da məhsul növə çevrilə bilməz. Çevrilə bilməz. Ha. Hı -hı. Uşaqlar, çevrilə bilməzdirsə cümlənin nəyi olmamalıdır? Olmamalıdır, elə deyil. Mən sizə keçən dəfə demişdim dərsdə. Tamamlığı tapa bilməsən də, feili tanıyırsansa sual ver. Nə deməkdir? Bu, nə deməkdir uşaqlar? Götürmək. Take-in nə idi bu? Keçmişin. O sual verin, nəyi götürmək? Əgər nəyi sualına cavab verilirsə, bu məhsula çevrilir də. Nəyi götürmək? Dokumenti, sənədi götürmək. Tamamlığı da budur, bax, dokument. 3 çevrildi. 4-ə bax, construct, tikmək. Build-in sinonimidir. Build, tikmək. Construct, build, sinonimdirlər. Tikmək, nəyi? Bax ki, sual verin uşaqlar. Bəli. Demək 4 də var. Amma 1 ilə 2 uşaqlar tamamlığı olmayanlardır. Bu to be interested-dir. To be ifadədir. Bu da ki şok. Felt şokdur. Bu da tamamlıq yoxdur burada da. Ona görə 1-2-ni götürmək olur. Aha.
daha doğrusu the young are interested in different social events. E, müxtəlif sosial eventlərlə maraqlanırlar. Are interested. Əslində, əslində belə götürəndə bizim dilimizə şeylənir, amma çaşır bir balaca bilsən tamamlığımı var kimidir. Amma to be interested ümumiyyətlə e, şeyli feil deyil. Nə deyirlər ona? Yəni e, heç feil kimi də deyil də, yəni ismi xəbər kimi gedir. Biz daha çox məhsula hansı şeyləri çeviririk? Feili xəbərləri məhsula çevirə bilərik. Yəni ismi xəbərlər heç demək olar ki, məhsula çevrilməz. Bu da ismi xəbər niyə görə deyirəm? Uşaqlar interested özü sifət qeydidir əslində. Yəni feil sayılmır. Məsələn, to be married var, to be interested, to be situated var, məsələn, ifadələr. Demand nə deməkdir? Require, demand, tələb. Hoist nədir? Hoist qaldırmaq. Raise-in sinonimidir. Fetch də bring. Elə deyil. Gətirmək. Uşaqlar, gedək mətnlərə. Başlayaq. Məhəmməd Peyğəmbər mətninə suallarınızı verin. 6-1. Yazıb ki, 6-1, 6-2. Deməli, ölümündən 1400 il sonra Məhəmməd Peyğəmbər hələ də ən sevimli insandır. Şunlar, mən bunu nəyə görə false yazdım? Səbəbini deyəcəm sizə. Bu cümləni birbaşa mətndə tapa bilmədim. Söz yox, məntiqi nəticə gələ bilirik. Təbii ki, Məhəmməd Peyğəmbər sevimli şəxsiyyətdir, yəni ki, hər birimiz hörmət edirik, o öz yerində. Amma mən onu birbaşa mətndə tapmadım deyə və mən sizə həmişə nə deyirəm, mətndə yoxdursa not given-dır. Ona görə məntiqi nəticə çıxardıb buna true yazmadım. Çünki onda deyəcəksiniz ki, müəllim, bəs nə oldu, mətndə yoxdur deyə bunu şey elədiniz. Məntiqi şey götürüb true yazdınız. 1400 burada var. Amma uşaqlar, bu 1400 Məhəmməd Peyğəmbərin ölümündən sonra kimi əlaqələndirilməyib də, bu İslam dininə aid eləyiblər. Və burada da bu əvvəl baxın, bura yenə heç buna baxmamışdım. Yəni burada İslam dinindən danışır sadəcə ümumi olaraq. Amma burada sırf Məhəmməd Peyğəmbərin özündən gedir ki, hələ də ən sevimli insandır. Yenə deyirəm, uşaqlar, bu düzdür. Hələ də bəli, hörmət olunan şəxsiyyətdir, necə deyərlər, o başqa məsələ. Amma yəni mətndə belə bir cümlə olmadığına görə mən onu not given götürürəm. Fikrim aydındır. Bax ona görə. 6-2. 6-2-yə baxaq uşaqlar. Burada yazıb ki, dönəmində bu qəbilələr arası davalar deyək, sonra anarxiya deyək, sonra uşaqlar qanunsuzluqdur. Lawlessness sözü qanunsuzluq kimi gedir. Ərəb yarımadasında artdı, inkriz elədi. Amma əksinə, nə eləmişdi onun dövründə? Azalmışdı, elə deyil. Uşaqlar, o cümlə bir sardadır, bax, fikir verin, buradadır. Kimin səhvsi diqqətlə baxsın. Bax, yazıb ki, yəni ərəb yarımadasında paqanizmlə bu şəxsiyyətə pərəstişdən gəlib bir Allahlığa pərəstiş eləyir insan. Qəbilələr arası davalar, münaqişələrdən gəlirlər həmrəyliyə çıxırlar. Qanunsuzluqdan, anarxiyadan nəyə gəlib çıxırlar? Disiplinli yaşama. Yəni əslində belə götürəndə o bütün bu mənfi şeyləri inkriz eləmir. Nə eləyir? Dekriz eləyir. Elə deyil, azaldır. Ona görə bu da false. Bəli. Onun dönəmində qəbilə münaqişələri, strife-la məsələn münaqişə, quarrel, war, bunlar sinonimlər. Lawlessness, qanunsuzluq və anarxiya ərəb yarımadasında artdı. Amma artmadı. Nə elədi? Azaldı, bəli. Boşluq uşağı. Sonra uşaq 7-də bizdən düzgün, yox, wrong, wrong is. Wrong uşaqlar deyirsəm,
Düzgün götürmüsən, hə? Correct. Wrong B var. Fikir ver. Bütün insanların the same, eyni dini və siyasi inanımlar var. Hə, B-dir uşaqlar. Çünki hamının eyni dini inancı ola bilməz axı. Amma A-dır, C-dir, D-dir, Y-dir. Hə, bunlar bu müsbət fikirlərdir. Y-də də yazıb ki, İslam çevrilmələrə məruz qalmayıb. Undergo uşaqlar məruz qalmaqdır. Əslində düzdür də. İslam dini axırda da yazıb burada ki, bax, bura baxın, yazıb ki, dəyişən dünyada, fast changing world. Digər sistemlər hamısı əsaslı, profound sözü əsaslı deməkdir. Əsaslı dəyişmələrə məruz qalıb. Amma İslam yeganə dindir ki, bu dəyişmələrdən, yəni ki, şey olmayıb da, bundan yan keçib. Və 1400 il müddətində öz orijinallığını qoruyub saxlayıb. Düzdür. Yəni Y də düzdəsini, B səhv variant. 8-ə baxaq. Uşaqlar, preach sözü, bunu yadda saxlayın. Bu propagate deməkdir, yəni propaganda eləmək, təbliğ etmək. Təbliğ etmək. Depict-lə describe nə deməkdir? Depict və describe. Afərin, təsvir. Travel, səyahət etmək. Underestimate. Underestimate uşaqlar, bəli, küçümsəmək, kimsəyə aşağılamaq, qədrini bilməmək, görməzdən gəlmək, pis mənalı sözdür. 9. 9. 9-da amma fikir verin, correct istəyir. Doğru deyir ki, məndən nəyi seç? Cümləni seç. Uşaqlar, indi mən bir-bir variantları oxuyuram. Görək burada nə səhvdir. Daha doğrusu düzgündür, üzürlüsən. İndi burada 4 dənə səhv var, bir dənə də düz var. A variantı. Qısa müddətdə istədiyi uğuru əldə eləmədi. Hər halda söhbət burada Məhəmməd Peyğəmbərdən gedir. Təbii ki, səhvdir uşaqlar. Qısa müddətdə 23 il deyəsən orada. Yəni, əlindən gələn o ən yaxşı versiyanı eləyir, uğur əldə eləyir. A getdi. B səhvdir, bayaq da dedik. İslamda dəyişikliklər hər il baş verə bilməz. Take place, happen. Bunlar sinonimdirlər. Baş vermək demək. Hər il İslamda dəyişikliklər baş verir, yox. 1400 ildə deyir o orijinallığını qoruyub saxlayıb. Sonra paqanizmlə şəxsiyyətə pərəstiş dəyişilmədi. Never be change yazıb, görə bilirsiniz. Amma nə olmuşdu uşaqlar? Dəyişirdi, elə deyil. Şəxsiyyətə ideal bu worshipdən nəyə gəlib çıxır? Tək Allahlılığa. Ona görə də heç vaxt dəyişmədi. Never be change. Bu da yanlışdır. Getdi öz işinə. Qalıram uşaqlar D ilə Y arasında. Y götürmüşdüm. Burada nə gitsən? Bu bilirsən niyə görə Y səhvdir? Just sözünü oxuya bilirsiniz burada. Yazıb sadəcə ərəb yarımadasında ən tanınmış insandır. Amma səhvdir axı. Bəli, bütün dünyada ən çox tanınan şəxsiyyətdir, hörmət edilən şəxsiyyətdir. Y-ni də atıram, qalır D variantı ki, D-ni bəzən tələbələr nə deyir? Müəllim, yazıb ki, D-də onun kimi uğuru olan adam yox idi. Nəyə görə başqaları da ola bilər də? Amma uşaqlar, burada görürsünüz vurğulayıb qısa müddət. Mətndə də var o söz ki, Məhəmməd Peyğəmbər kimi bu cür qısa müddətdə bu qədər uğuru olan ikinci bir şəxs yoxdur. 23 il ya 20 il desən yuxarıda. Yəni, there is no other person. Özdə fikir verin uşaqlar, o istisna. No-dan sonra ancaq A-dır gələ bilər və də more gələ bilər. Onu da gördük burada. Ki, Məhəmməd Peyğəmbər kimi bu cür qısa müddətdə bu qədər uğur əldə edən ikinci bir adam yoxdur. Başqa bir adam yoxdur. D variantı ona görə. Sonra sən 1-3-5 götürmüsən, hə Lalə? 5. Battle sözünün mənasını birinci mən deyim. Battle nə deməkdir? Döyüş. İslam tarixində Məhəmməd Peyğəmbərin qalib gəldiyi ən vacib döyüşlər nələrdir? Uşaqlar, döyüşləri verməyib burada. Bilirsən, adlarını istəyir də. Mənim yadımdan çıxdı. Əslində, mən bilirdim onun girdiyi döyüşləri, amma unutmuşam. Adı yadımdan çıxdı döyüşü. Nəysə, xatırlaya bilmədim. Yəni, o döyüşlər yoxdur burada. Yazıb, müharibə falan var burada. War falan yazıb. Amma mənə lazım olan nədir? O müharibənin adı.
Yaxşı, ona görə sən. Sonra uşaqlar baxaq. İkinci mətndə haralara baxaq? 11.2. Yazıb ki, inkişafda olan ölkələr. Uşaqlar, sizə bir dənə bir söz deyim. Bəzən tələbələr deyir ki, müəllim, hardan bilirsiniz? Developing, develop, biz qarışdırırıq. Sizdən bir dənə bir şey soruşacağım. ING ilə biz hansı zaman düzəldirik? Davam. Bax, adı üzərində davam eləyən. Developing də, yəni inkişafı davam edən ölkələr. Yəni inkişafda olan ölkələr. Amma bunu id ilə versə, uşaqlar, id o demək, proses bitdi, bəli, developed, yəni inkişaf etmiş ölkə. Bax, bir daha təkrarlayıram. ING davam etdiyi zamandır. Oradan beynimə salıram ki, developing countries deyirsə mənə inkişafda olan ölkələr deyir. İndi yazıb inkişafda olan ölkələr öz sənayelərini genişləndirmək üçün çirklənməyə daha çox diqqət yetirir. Amma uşaqlar, çirklənməyə axı bunlar diqqət vermirdilər. Əslində cümlə düzdür. Sənayeni genişləndirmək üçün çirklənməyə daha çox nə eləmirlər? Diqqət yetirmirlər olmalıydı. Didn't pay ya nə bilim don't pay belə bir şey ki, diqqət yetirmir. Ona görə ki, istəyirdilər ki, iqtisadiyyatları inkişaf eləsin, sənayeləri genişlənsin. Çirklənməyə diqqət yetirən ölkə inkişaf eləmiş ölkələrdir. Layla. Bu ona görə false-dur. Bax, burada bax, zəhmət olmasa. Və bu, daha doğrusu oraya yox, bura bax. We put few controls on industries. Few controls nə deməkdir? Yəni, az nəzarət qoyurlar şeyin üzərində. Çirklənməyə. Aydındır fikrim, yoxsa necə? Tamam. Növbəti, neçəyə baxaq? Deyin. 12. 12-də bizə nə deyir? Deyir ki, niyə görə inkişafda olan ölkələrin ciddi çirklənmə nəzarətləri yoxdur? Don't have serious. Uşaqlar, niyə görə ciddi nəzarətləri yox idi? Bayaq da dedik. Bunlar nə istəyirdilər? Yeni sənayeləri cəlb eləsinlər və ona görə də yəni çirklənməyə o qədər də önəm vermirlər. Bu baxımdan da az nəzarət qoyurlar, daha az cərimələr qoyurlar ki, xarici ölkələr gəlib burada nə eləsin? Öz fabriklərini falan açsınlar. İndi ona uyğun olaraq da baxın, C variantdır həmin cümləmdə. But they want to develop new industries and attract international companies. Onlar istəyirlər ki, yeni sənaye sahələrini inkişaf etdirsinlər və beynəlxalq kampaniyaları bura cəlb eləsinlər, şirkətləri. Uşaqlar, beynəlxalq kampaniyalar, onlar da buradadır, bax, eyni cümlədir yenə. So they put few controls on industries. Yəni sənaye üzərində daha az nəzarət qoyurlar, hansı ki, çirklənmə eləyir. Və məqsəd nədir? In order to da məqsədi göstərir də. In order to attract, yəni böyük beynəlxalq şirkətlərini eləmək üçün, bura cəlb eləmək üçün. Yəni məqsədləri ancaq odur. Niyə görə çirklənmə üzərində az nəzarət qoyublar? Məqsəd böyük şirkətləri cəlb eləsinlər və sənayeni inkişaf elətdirsin. Sırf ona görə bu C-ni verilmir. Tərcümə, hə. Yazıb ki, inkişafda olan ölkələrin hökumətləri don't agree, razılaşmır ki, sənayenin inkişafı çirklənməyə səbəb ola bilər. Amma əksinə, axı səbəb olurdu, elə deyil. Bu don't agree sözü burada problem yaradır. Həm də uşaqlar, indi bir məsələ də var sizə. Sizə deyirəm, ümumiyyətlə bu sualda. Bizə konkret sual verib. Niyə görə ciddi nəzarət qoymur? A-nın tərcüməsini elədik.
Bəlkə də mətnə görə deyərsən ki, müəllim düz ola bilər də. Amma bu 12-də verilən sual var, bu suala cavab deyil həm də o. B-yə baxaq. Developing countries, inkişafda olan ölkələr yeni sənaye sahələri ətraf nə demək cəlb eləyirlər. Bu da deyir, çirklənməyə səbəb olmur. Bu cür səhv. Nə eləyir? Çirklənmək təbii ki, nə eləyir o? Səbəb olur, elə deyil. Yəni, don't cause much pollution demək olmaz. Uşaqlar, cause sözün özü də səbəb olmaq anlamında gedir. Cause. Sonra uşaqlar, bin. 13. Bu düzü doğrudur. Sən nə yapmışsın elə bura? Burada bizdən correct istidir. Get analiz eləyək. Katandovaya gedək çıxaq. Katandova buradır. Uşaqlar, bax Katandovada yazıb ki, sənaye bir şəhərdir və sənayenin inkişafı ilə çirklənmə arasında əlaqəni göstərmək üçün nümunə çəkiblər. Sənayenin inkişafı və çirklənmə arasındakı əlaqəni göstərmək üçün. Katandova uşaqlar sənaye mərkəzidir. Agricultural mərkəz deyil. Görün maraqdadır. Bax, industrial town, görə bilsən bura. Bu bir dənə bunları mən sileyim. Mən qısa qırmızılamışam. Bunu da silək, bunu da silək. Bax, gəl belə baxaq da. Nə yazıb bura Katandova üçün? Industrial town. Industry nə deməkdir? Sənaye. Amma bura nə yazılıb? Agricultural, yəni kənd təsərrüfatı. Y getdi. Sonra uşaqlar, D-də yazıb ki, Braziliyada çirklənmə ilə bağlı qanunlar yoxdur. Bax, don't have pollution laws. Səhvdir. Qanunlar var, sadəcə işləmir. O da niyə görə işləmir? Bayaq dedik. Səbəb odur ki, ölkələri cəlb eləyirlər ki, gəlib burada fabriklərini açsınlar. Bunlarda pul qazansın da, belə deyil. Loru dildə deyim sizə. D-də səhvdir. Qanun var, amma işləmir. D-də yazır ki, ümumiyyətlə qanun yoxdur. Sonra C-də uşaqlar, sürətli sənaye inkişafını, bax, C-də biz nə yazıb? Müəllif Katandovanı göstərdi. Niyə görə? Sənayenin sürətli inkişafını göstərmək üçün, vurğulanmaq üçün. Amma Katandovanı nə üçün nümunə çəkib burada? Sənayenin inkişafı ilə çirklənmə arasında əlaqəni göstərmək üçün. Əslində sənayenin inkişaf sürətini yox. Nəyi göstərmək istəyir? Baxın, industrial development-la pollution arasındakı əlaqə, relationship. Yəni burada bu mətnin belə deyək də, yazan müəllifin məqsədi nə olur? Katandovanı nümunə çəkir. Nəyə görə? Sənayenin inkişafı ilə çirklənmə arasındakı əlaqəni göstərsin. Amma daha sənayenin inkişaf hızını göstərmir, sürətini. Quickly burada sürət deməkdir. C-ni də atıram. B-də də yazıb uşaqlar. Ölüm defektləri, yəni ki, ölüm dedirəm, üzrlü sayın, birth defects, yəni doğum qüsurları Katandovada tez-tez olmur. Occur baş verməkdir. Uşaqlar, əksinə, tez-tez olur. Niyə görə? Çünki çirklənmiş şəhər. Bax, bura baxın bir dənə. Mən görümü tapacağım burada. Bax, bura baxın. Birth defects are extremely common. Yəni, doğum nöqsanları, qüsurları həddən artıq ümumidir burada. Commondır. Ki, yəni tez-tez baş verə bilir. Ona görə də doğru cavabım olur mənim burada A variantı. Ki, hökumətlər, hansı ki, inkişaf edən ölkələrin ciddi, effektiv nəzarətləri olmur uşaqlar. Kontrol eləmirlər onları. Aydındır fikrim. 14-də də uşaqlar put out of nəyisə uzaq saxlamaq, kənar qoymaqdır. Keep away götürürəm. Bəli, take part, iştirak etmək, understand, bilirsiniz, başa düşmək. Detect nədir? Detect aşkara çıxartmaqdır. Dig up nədir bəs? Dig up. Dig up qazmaq.
Tapmaq, hə, qazı, amma qazıb tapırsan da, axtarmağı qazara. Uşaq yerin qazmağı ya, bir də onu da deyim. Bəzən təbii bunun yeməyin qazmaq üçün başa düşür. To dig up, yəni yeri qazmaq. Amma bəli, yəni axır məna ona gəlib çıxır da, qazıb axtarıb tapırsan, dig up. Sonra uşaqlar 15-i yaza bilmisiniz? Burada amma cavab bir dənə mən şeyi vermişəm. İkinci. Niyə görə? Birdə deyir ki, niyə görə tibb elmi qüsurları tapa bilmir? Uşaqlar, qüsuru tapa bilmir deyir. Amma niyə görə tapa bilmir onu vermir bizə. Bax yazıb bura, bax altın xətlədiyim hissədir. Ekrandan baxın. Tibb elmi hələ də bu qüsurları düzəldə bilmir. Yəni hələ də düzəldə bilmir. Amma niyə görə o niyəsini vermir bax mənə. Bir getdi. 3. Niyə görə iqtisadi inkişaf uşaqlar, economic growth inkişaf deməkdir, iqtisadi inkişaf. Braziliya üçün iqtisadi inkişaf vacibdir. Əslində burada iqtisadi inkişafdan bax burada danışır. İqtisadi inkişaf çox vacib məqsəddir bu ölkələrdə. Amma davamında niyə vacibdir onu demir. Sadəcə yazıb ki, onlar yeni sənaye sahələri yaratmaq istəyirlər. They want to develop, daha doğrusu inkişaf etdirmək istəyirlər. Yəni bu iqtisadi inkişafın vacibliyini göstərmir də. Yəni zaten iqtisadi inkişafa getmək üçün o industrini inkişaf elətdirmək lazımdır. Niyə görə ekonomik growth vacibdir burada? Niyə görə vacib bir alətdir? O bizə vurğulanmır. Bunu da çıxdı. 4-də yazıb ki, ə, Braziliyada nə qədər şirkət sənaye qurmağı planlaşdırır? Setup qurmaqdır. Nə qədər şirkət sənaye qurmağı planlaşdırır. Uşaqlar, Braziliyada ümumi şirkətlərin sayını verməyib. Bu da getdi. 5-i də silirəm. Çünki bizdən zəhərli maddələri hansı olduğunu soruşur. Which. Yəni bu o deməkdir ki, ad verməlidir. Zəhərli maddə məsələn karbon götürək də, elə deyil. Karbon qaz zəhərli maddədir məncə. Yəni burada sadəcə olaraq zəhərli maddə sözü yox. Onların adı da getməlidir. Məsələn, çox tələbə burada şeyi görür. Poison sözü olmalıdır burada hardasa. Uşaqlarım hardadır onu deyəcəm. Baxın. Hə, bax burdadır. Bir müəllim, bunun cavabı var da, bura yazıblar. Bax, fikir verin, dairəyə aldıq. Axı, məndən bu zəhərli maddənin adını istəyir, konkret. Which yazıb baxı qabağına. Hansı zəhərli maddələr? Bu da yoxdur. Qalır doğru cavabımız 2. How many factories? Yəni, Katanduvada nə qədər fabrik var, uşaqlar? Katanduvada nə qədər fabrik var? Katanduvada da fabrik sayı haradadır burada? Hardan deyirsən? Sual düşün. 5-in, 5-ci sualın var. 5-də uşaqlar şeyə görə deyirəm. Axı orada meniyə görə səndən say istəmir, səndən adını istəyir. Which hansı demək? Amma meni çox deməkdir, miqdar bilir. Bildin necə? 2-də qalmışdım uşaqlar. Katanduvada nə qədər fabrik var? 20-dən çox olmalıdır Katanduvada. Baxın, rəngi dəyişim. More than 20 large factories. Baxın, burada deyir, bugün 20-dən çox böyük fabrik var. Hə. Bu 2-ni götürdü uşaqlar. Belə. Bu formada uşaqlar. Başqa sualınız var buradan?